Adama görə münasibət dəyişir, bəzi adamlara yaxşı davrandıqca qudururlar. Bu rəy mənim başqaları yoxdur, sən varsan videomun altında yazılmışdı. Və ilk öncə xatırladım ki, orada əsasən bütün qədimi yazıların, bütün dini kitabların bizi sevgi və hörmət göstərməyə öyrətdiklərini vurğulayıram. Və belə bir rəyi, ümumiyyətlə buna yaxın olan bir fikirlərin cavabını vermək istəyirəm ki, kim nə edirsə özünə edir. Bunu çox önəmlidir başa düşmək həm qarşındakı tərəfindən, həm də öz baxımından. Yəni sən etdiklərin sənə qalır. Bunu heç vaxt unutmaq lazım deyil. Bu birincisi. Kimin yəni içində nə varsa onu göstərir də zaten. Və bu qətiyyən o demək deyil ki, sərhəd qoymamalısan, elə hamının üzünə gülməlisən, bir tərəfinə şillə vurdularsa digər üzünü qoymalısan ki, hələ burada yox. Bu kimisə çiyninə, belinə mindirməkdən söhbət getmir. Yəni hörmət deyəndə və sevgi deyəndə insan elə birinci növbədə yəni sevgini və hörməti özünə göstərməlidir. Başqalarına özün kimi yanaş deyiləndə ən birinci növbədə özün kimi yanaş dediyim bir məsələni də önəm vermək lazımdır ki, özün kimin. Elə bir insanlar var ki, özünə heç dəyər vermirlər, özünü sevmirlər, özünə heç hörmət qoymurlar və təbii ki, belə bir məqamlarda onlar qurban roluna girirlər və çoxlu elə bir insanlardan istifadə edilir və həyat hər dəfəsində göstərir ki, yəni belə lazım deyil özünü aparmaq. Sənin sərhədin olmalıdır, sənin bir özünə hörmət eləməlisən, özünə sevgi və dəyər verməlisən. Bu önəmlidir.